Süni intellekt artıq yalnız elmi fantastika filmlərinin mövzusu deyil, birbaşa kino sənayesinin iştirakçısına çevrilib. Rejissorlar, ssenaristlər və hətta aktyorlar da süni intellektin imkanları ilə qarşı-qarşıyadır. Bəs görəsən bu texnologiya yaradıcı beyni əvəz edə bilərmi? Hal-hazırdakı durum elədir ki, məsələn, istəyir operator, istəyir işıqçı, istəyir montajçı, bu bir alətdir. Süni intellekt bir alətdir. Bizim köməyimizə gəlir. Məsələn, mən raskadrovka çəkəndə, ideya axtaranda, referens axtaranda, ümumiyyətlə ssenari yazanda, bunlar mənim üçün bir alətdir. Süni intellekt kömək eləyir rejissora. Deyək ki, operatora necə onun kamerası kömək eləyir. Kamera özü öz başına çəkə bilməz. Süni intellekt də özü öz başına hələ ki heç nə yarada bilmir. Süni intellektin müasir kinomuza kifayət qədər qatqıları olsa da, müəyyən peşələrin sıradan çıxmasına da səbəb olub. Artıq bizim, məsələn, raskadrovkaya ehtiyac yoxdur. Və yaxud bizə bir musiqi lazımdır deyək ki, biz musiqini hal-hazırda yarada bilərik, amma düzdür, o filmə düşmür o musiqi, amma bir referens kimi bizi duyğu verir və biz artıq bəlli eləyə bilirik kompozitorla ki, bizə hansı tərzdə musiqi lazımdır. Yəni dediyim kimi bir instrument kimi, bir alət kimi bizim işlərdə daha tezləşdirir, daha kömək eləyir. Ssenarist və kino tənqidçi İlqar Quliyev deyir ki, kino düşüncə və duyğu məhsuludur. Bu səbəbdən süni intellektin kino sənayesini tamamilə əvəz etməsi mümkün deyil. Ssenaristlər, rejissorlar, bəstəkarlar, bunlar əsasən kinodan danışırıqsa ssenaristlərdən danışaq. Onlar nəyə köklənib bu əhvalatı yazır? Bunlar hamısı öz şəxsi müşahidələrinə əsaslanır və süni intellekt buna yələnmir. Belə onun imkanları yoxdur. Və buna baxmayaraq, bunu bütün onun axtarış imkanlarına və onun yaradıcı, dırnaqarası yaradıcı imkanlarına, onun dırnaqarası geniş intellektinə baxmayaraq, o insanın yaratdığı məhsuldur və bu insanın bu günə qədər hazırladığı məhsuldan, bazadan istifadə edir. Texnologiyanın sürətli inkişafı kino sənayesinə yeni nəfəs versə də, yaradıcı təxəyyül hələlik insana məxsus qalır. Süni intellekt güclü alət ola bilər, amma sənət hələ də insan ruhunun məhsuludur. Gələcəyin filmləri isə görünür insan və maşının birgə yaradıcılığı olacaq.